Ne tez böyüdük biz. Ne tez yaşımızın üstüne yaş geldi. Biz uşaq olanda böyüməyi xəyal edirdik. Böyüyüm belə olacağım. Böyüyüm belə bir adam olacağım. Bu vəzifənin sahibi olacağım. Həkim olacağım və s. belə. İndi böyümüşük. Uşaqlığımızı istəyirik. Bizim uşaqlığımız çox gözəl idi. 90'lar biz qocalmışıq. Həqiqətən artıq yaşlanmışıq. Biz telefon nədir bilməzdik. Xalçanın üzərindəki naxışlara baxıb yuxuya gedərdik. Əlimizlə divarda göyərçin tutardıq. Əlimizlə divara göyərçin izini buraxardıq. Bizim məktəb deyən xəyallarımız var idi. Hər şey çox gözəl idi əslində. Tum satan xalalar, pambıqçı. Hələ bizim xatirə dəftərimiz var idi. Sevinə-sevinə sinif yoldaşlarımıza verərdik ki, görək kim haqqımızda nə yazır. Məktəb sevgimiz var idi. Bizim həyat oyunlarımız var idi. Bizim filmlərimiz də tam bir başqa idi. Kaybolan yıllar, aşka sürgün. Bizim hər şeyimiz çox fərqliydi. Hələ ana nə olar icazə ver həyətə düşüm uşaqlarla oynayım deyə yalvarışımız var idi bizim. Ya qoyardı həyətə düşə ya da icazə verməzdi. Biz bilirdik ki həyətdə oyun oynayanda ən qorxduğumuz cümlə anamızın tez evə gəl cümləsi olardı. Acanda kalbasa çörək götürərdik. Ana ne olar biraz da oynayayım deyə yalvarışımız var idi bizim. Biz son nəsilik. Hansı ki kasetdə filmlərə baxardıq. Prakata götürərdik o kasetləri biz. 2 şirvana, 1 şirvana. Biz son nəsilik. Hansı ki telefonsuz günlərimiz var idi. Ne tez böyüdük biz. Hələ o ortada qaldı oynamaq üçün. Hər top oynayanda topun sahibi evə gedəndə oyun bitərdi. Hələ kampaniya deyilən bir yığıncağımız vardı. Hər evindən bir şey götürərdi yemək üçün. Yığışıb onu kampaniya eləyərdik. Məktəb ləvazimatında 1 manata, 2 manata satılan kino aktyorlarının şəkilləri var idi. Dəftərimiz onunla dolalardı. Biz çox tez böyüdük. Hələ məktəbdə 2 alanda o 2'ni 5 düzəldən uşaqlar idik. Minimum 3 düzəldirdik. Düzdür, ona görə də ayrıca tutulanda döyülürdük. O heç. O 3'ü biz necə düzəldirdik? 3'ün quyruğunu 5'e çevirirdik. Ya lezvayla ya da pozanla onu bitər pozmağa çalışırdıq. Müəllim də gündəliyi soruşanda evdə qalıb. Evdə də nə dərs verilib deyəndə təkrar. Bizim təkrar sözümüz vardı. Nə vaxt soruşurdu evdəkilər ki, dərsə nədir bugün? Dərsi hazır. Müəllim təkrar verib. O müəllim təkrar verməyib. Təkrar eləyən biz idik. Hər məktəbdə son zəngin vurulmasını gözləyərdi ki, tənəffüsə çıxaq. Müəllimlər bizə deyirdi, bala oxuyun, bu günlərinizin qədrini bilin. Biz bilmədik. İndi nə o zəng çalınır, nə o müəllimlər var, nə də bizim uşaqlığımız var. Onda ailəmiz tam olardı. Hər kəs yığışardı bir araya, filmlərə baxardıq. Hələ evdə işıqlar sönəndə, hansı ki indi işıqlar demək olar sönmür. Lampamız var idi. Onu yandırardı, ailə yığışardı bir araya. Biz telefon görməmişik. Biz qohumlarımızla ev telefonundan əlaqə saxlayardıq. Bizə nə vaxt gəlirsən?
və yaxud da evdə sizə biz sizə gəlirik. Hələ o sevinə-sevinə qonaq gedəndə bərri bəzəkli paltalarımızı geyinərdik. Çox gözəl idi bizim uşaqlıq. Kaş uşaq olardıq. Kaş uşaq qalardıq. İndi nə o balaca uşaq var, nə o xatirələr var, nə o yaşananlara qayıtmaq deyilən bir şey var. Heç nə yoxdur. Əgər səni uşaqlığına qaytara bildimsə, bir anlıq nə gözəl mənə bir yerdə qayıtdıqsa. Doğum tarixinizi yazın. Görək kim aynı səs dünyaya gəlib.